Salam Balıq Dünyası izləyiciləri. Bugün sizə çox maraqlı bir mövzudan danışacağım. Gupi balıqlarının çoxalması və canlı doğuşun sirri haqqında. Bəli, gupilər yumurta qoymur. Onlar canlı doğan balıqlardır. Bu o deməkdir ki, ana balığın qarnında balalar tam formalaşır və doğuş zamanı birbaşa suya düşürlər. Bu proses təbiətin ən möhtəşəm anlarından biridir. Gupi balıqları adətən 26-28 Selsi dərəcə temperaturda ən rahat bala verir. Bu vaxt ana balığın qarnı böyüyür, arxa hissəsində tünd ləkə yaranır. Bu onun hamilə olduğunu göstərən əsas əlamətdir. Bəzən ana balığın davranışları da dəyişir. O daha sakit olur. Çox vaxt akvariumun küncündə gizlənir və digər balıqlardan uzaq durmağa çalışır. Bu doğuşun yaxınlaşdığını açıq işarəsidir. Əgər sən də evdə gupi saxlayırsansa, bu mərhələdə çox diqqətli olmalısan. Ana balığı ayrıca bir akvariuma yerləşdirmək vacibdir. Çünki doğuşdan sonra ana balıq öz balalarını yeyə bilər. Bu təbiətin instinktiv davranışıdır. Amma biz balaları qorumaq istəyiriksə, onları ayırmalıyıq. Doğuş zamanı balalar bir-bir suya düşür. Hər biri çox kiçik olur, amma artıq üzməyi bacarır. Bir ana gupi bazən ondan 50-yə qədər bala doğa bilər. Bu say bəzən daha çox olur. Doğuşdan sonra balalar dərhal gizlənməyə çalışır. Çünki hələ çox zəif olurlar. Onların ilk günlərində sağ qalması üçün ən vacib şey sakit mühit və xırda yemlərdir. Yaxşı olar ki, onlara toz halında yem və bişmiş yumurta sarısının suya qatılmış hissəsini verəsən. Əgər bu mövzunu bəyəndinsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çünki növbəti videoda bu balaların böyümə mərhələsini göstərəcəm. Balıq dünyası suyun içindəki həyatın səsini sizə çatdırır.